Salam uşaqlar, hər vaxtınız xeyir. Bugünkü mövzumuz bərabərsizliklərdir. Gəlin başlayaq. Test A ilə. Aşağıdakı ədədlərdən hansı x kiçik bərabərdir 5 bərabərsizliyinin həlli deyil? Biz bunu tapmaqdan ötürü variantları bir-bir yerinə qoyaraq bu şəkildə yazsaq daha rahat olar. -3 kiçikdir -5-dən. Bəli, -3 5-dən kiçikdir. 4 5-dən kiçikdir. 5 də 5-dən kiçik bərabərdir. 6 5-dən kiçik bərabər deyil. Ona görə D variantı. İkinci sual. Aşağıdakı ədədlərdən hansı x böyükdür -1 bərabərsizliyinin həlli deyil? -1 böyükdür -1-dən. Elə -1 olacaq. Əgər burada böyük bərabərsizlik yazılsaydı -1-i götürərdik. Amma yazılmadığına görə elə -1-in özü götürüləcək. Üçüncü misal. X kiçikdir 13 bərabərsizliyinin ən böyük tam həllini tapın. Ən böyük tam həlli əlbəttə ki 12 kiçikdir 13. Bu şəkildə yazılacaq. Bu da B bəndi. Dördüncü sual. Aşağıdakı ədədlərdən hansı 7x - 11 kiçikdir 52 bərabərsizliyini ödəmir? Bunu yazmaqdan ötürü siz bu x-in yerinə A-nı, B-ni, C və D-dəki qiymətin yazıb o şəkildə də tapa bilərsiniz. Amma tənlik kimi bunu həll edib də yazmaq olar. Kiçikdir 52. Sanki bu nədir? Böyük, azalan, çıxılan fərq. Azalanı tapmaqdan ötürü fərqin üzərinə çıxılanı əlavə eləməliyik. Bu edir 7x kiçikdir 63. X də kiçikdir 9-dan. İndi hansı ödəmir dediyinə görə əlbəttə ki 9 kiçikdir 9 ödəmir. 6 kiçikdir 9 ödəyir, 7 kiçikdir 9 ödəyir, 8 kiçikdir 9 ödəyir, ödəməyən 9 kiçikdir 9'dur. 5. Aşağıdakı ədədlərdən hansı bu bərabərsizliyi ödəyir? Gəlin baxaq, 7x yenə 3x üstə gələ x böyükdür 60. 7x-dən 3x çıxanda 4x, 4x-in üstünə x gələndə 5x. Buradan x-i tapanda da 60'ı 5'e böldüyümüz zaman edər 12. İndi hansı ödəyir? Biz onu tapmalıyıq. Baxırıq ki 10 böyükdür 12'dən ödəmir. 11 12'dən böyükdür ödəmir. 12 12'dən böyükdür ödəmir. 13 12'dən böyük olduğuna görə D ödəyir. 6. 11 üstə gələk 2x kiçikdir 13 çıxılsın x-a. Burada da eyni qayda ilə hamısını bir-bir yazsaz bu şəkildə də yaza bilərsiniz. Tənliyi ilə də həll edə bilərsiniz. Məsələn burada sizə yerinə yazmaqla göstərək. 11 üstə gələk 2x. 3 yazdığımız zaman 3 2'yə vurduğumuz zaman 6. 11'in üstünə 6 gəldiyimiz zaman 17'dir. Birinci tərəfimiz 17'dir. 13'dən 3'ü çıxdığımız zaman 10. 17 10'dan kiçikdir. Bu doğru değil. Sonra 2'ni qoydan 2'ni 2'yə vuranda 4. 15 kiçikdir 11'dən. Bu da doğru değil. 2'ni 1'ə vuranda 2. 13 kiçikdir 12'dən. Bu da doğru değil. 0'ı koyduğumuz zaman 11 kiçikdir 13'dən. Yəni D variantı. 7. sual. Müqayisəsində deyir x-in ala biləcəyi ən kiçik tam qiymət neçədir? Əlbəttə ki ən kiçiyi 8 olacaq. Çünki 15'də 8 böyükdür 15'də 7'dən. Sonra 8. 3x - 7 kiçikdir 38 bərabərsizliyin ən böyük tam həllini tapın. Tənlik kimi həll eləsək 3 38 plus 7 3x 45 x da buradan bərabər olur 15'e. Ən böyük tam həllini soruşduğuna görə yəni bu olur 14 kiçikdir 15. Yəni A variantı. 9. sual. Aşağıdakı ədədlərdən hansı bu bərabərsizliyi ödəyir? Baxaq görə müqayisəsidir. Biz demişik ki hər zaman bu müqayisə etdiyimiz zaman virgüldən sonrakılara baxaq. Onda bir, yüzdə bir bu şəkildə gedir də. İndi 7 tam yüzdə 6 kiçikdir hər hansı bir ədəddən. O da kiçikdir 7 tam yüzdə 8'dən.
İndi gəlin bir yerinə qoyub yazaq. 7 tam 10'da 7 kimi götürsəm lap birinci tərəflərin üzrə bu 7'dir, 6'dır. Bunlar olmayacaq. Niyə olmayacaq? Çünki vergüldən sonra burada 0 gəlib, burada 7 gəlib. Əlbəttə ki, bu böyük olacaq. Eyni qayda ilə də buradakı kimi, yəni bu A bundan kiçik olmalıdır. Ona görə biz sıfırlarla işləyəcəyik. İndi baxırıq nəyə görə? Hansını götürək daha doğrusu. Biz bilirik 0 tam belə götürək 0,6, 0,7. 0,6 kiçikdir 0,7-dən. Bəli, 7-dən kiçikdir. 0,7 də 0,8-dən kiçikdir. Ona görə elə 9 D variantı olacaq. B variant 10-da ədəd oxunda deyir hansı iki qat bərabərsizliyin həlləri çoxluğu təsvir olunmuşdur. Burada fikir versəz birinin içərisi doludur, birinin içərisi boşdur. Biz dolu olanla demişik ki, nə zaman dolu, daha doğrusu dolu olanda necə işarəni götürürük? Böyük bərabərlik və ya kiçik bərabərlik kimi ox işarəsinə diqqət edərək. Bir də ki, 4 içi boş olduğunda isə təkcə böyükdür və ya kiçikdir götürülür. O zaman burada biz nəyə baxırıq? Baxırıq ki 4 kiçikdir x-dan, x də kiçikdir, kiçik bərabərdir daha doğrusu. Mənfi niyə 9-dan? 4 kiçikdir x-dan, x də kiçik bərabərdir 9-dan. Test B. Aşağıdakı ədədlərdən hansı x kiçik bərabərdir? -2 bərabərsizliyinin həllidir. Əlbəttə ki, ilə -2-nin özü. Demişik ki, bərabərlik olduğu zaman həmən ədədin özü götürülə bilər. İkinci sual. Bərabərsizliyinin həlli deyil. Baxırıq ki, 5 böyükdür 3-dən. Doğru. 4 böyükdür 3-dən. 3 böyük bərabərdir 3-dən götürə bilər. 2 3-dən böyük deyil. Bizə də zaten həlli olmayanı soruşurdu. Üçüncü misal. X kiçikdir 15 bərabərsizliyinin ən böyük tam həllini tapın. Ən böyüyü əlbəttə ki 14 olacaq. 14 kiçikdir 15-dən. Dördüncü sual. X kiçikdir 7. X çıxılsın 7 böyükdür 4. X buradan bərabərdir. 4 üstə gələk 7-yə. X də böyükdür 11-də. Bərabərsizliyinin deyir həlli olmaz. Əlbəttə ki, elə 11 olmaz. Çünki 11 11-dən böyük deyil. 11 11-ə bərabərdir. 5-ci. 6x çıxılsın 8x plus 7x böyükdür 55. 6-dan 8x çıxdığımız zaman -2x, -2x'in üstüne 7x gəldiyimiz zaman 5x edir. Buradan da x böyükdür 11'den. Gəlin görək nə deyir? Hansı deyir? Bərabərsizliyini ödəyər. Əlbəttə ki, burada 12 ödəyər. Yeni dediyim kimi bütün variantları yerinə yazıb bu şəkildə tapırıq. 8 çıxılsın x kiçikdir 11 çıxılsın 2 x-a. Yine eyni qayda ilə gətirib həllərin bir yerinə yazsaz burada A variantı uyğun gəlmiş olur. 7-ci sual. 11'də x kiçik bərabərdir 11'də 9 müqayisəsində x-in ala biləcəyi ən böyük tam qiymət neçədir? Əlbəttə ki, x-in ala biləcəyi ən böyük tam qiymət elə 9'un özüdür. Çünki niyə? Böyük və kiçik bərabərdir yazılıb. Yəni kiçik bərabər 9'un özündə götürə bilirik. 8-ci sual. 2x plus 7 böyükdür 25. X böyükdür 25'ten 7 çıktığımız zaman 18 x da böyükdür 9'da. Bərabərsizliyinin en kiçik tam həllini tapın. Əlbəttə ki 10. 10 böyükdür 9'dan. En kiçik dediyinə görə 10 götürürük. Deməli variant C. 9-cu. Aşağıdakı ədədlərdən hansı 5,68 kiçikdir A, kiçikdir 5,71. Dediyim qayda ilə yenə də ki biz birinci həm tamlara baxırıq, sonra da onda bir %1'lərdən yola çıxıb tapırıq. Burada C variantı uyğun gələcək. Görürsünüz ki burada 68 kiçikdir 69'dan, 69 da kiçikdir 71'dən. 9 C variantı. 10-cu sual.
Deyir x ədədinin aldığı qiymətlər -3-dən böyük və 5-dən kiçikdir. Yəni bu deməkdir ki, x-i biz ortada yazsaq, 2 qat bərabərsizlik yazdığımız zaman deyir ki, -3-dən böyükdür. Yəni -3-dən x -3-dən böyükdür demək, yəni -3-ün x-dən kiçik olmağı deməkdir. 5-dən də kiçikdir. X 5-dən kiçikdir. Variant olaraq da elə B variantı uyğun gəlir. Bu tapşırıqlarımız da burada yekunlaşır.